Salam əziz tamaşaçılar, telesəhəri izləyirsiniz. Bugün 31 mart tarixini yaşayırıq və Azərbaycanlılara qarşı törədilən soyqırımdan 108 il ötür. 31 mart tarixi 1918-ci ildə Sovet hökuməti və erməni silahlı dəstələri Azərbaycanlılara qarşı amansız şəkildə qətliam törətdi. Yaşayış məntəqələri dağıdıldı, insanlar xüsusi amansızlıqla öldürüldü və eyni zamanda hətta dini mərkəzlərdə belə sığınan insanlara qarşı xüsusi amansızlıq tətbiq olundu və bugün 31 mart soyqırımı digər səhifələr kimi təbii ki, xalqımızın yaddaşında hər zaman həkk olunacaq. Bəli, bu soyqırımda 10 minlərlə günahsız insanlar belə deyim, həyatını itirdi və bugündən 108 il ötsə də, amma illər dəyişsə də tarix dəyişməz olaraq qalır əziz tamaşaçılar. Çünki bu tarixdən, yəni bizim indiki 5 il bundan öncəki ildə bütün bizə olanların qisası alındı. Çünki şanlı bir zəfər çalındı və bu zəfərlə Azərbaycan xalqı öz qüdrətli olmağını, yəni ordusunun gücünü göstərdi və öz dövlətinin birgə olmasını, bir yumruq altında birləşməsini göstərdi.